Qərbin formalaşdırdığı qadının cinsi olaraq obyektləşdirilməsi prosesi Azərbaycanda da yayılmaqdadır. Qadınların ofisiant, kassir, satış məsləhətçisi adı altında yarıçılpaq şəkildə işlədilməsi azadlıq kimi təqdim olunur. Hətta artıq nəinki yalnızca geyimlə, iyrənc ifadələr işlətməklə də müştəri cəlb etməyə çalışırlar. Bu vakansiyalar yalnız satış işlərində də deyil. Qadının heç bir şəkildə aidiyyatı olmayan avtoyuma salonları, maşın icarəsi şirkətləri də bu iyrənc marketinqdən istifadə edir. Maraqlıdır, bu cür mədəni fahişəliklə məşğul olanlar cəmiyyətə azad, heç kimdən asılı olmayan qadınlar kimi təqdim olunur. Amma yad kişilərin önünə çay qoyub, üstəlik iyrənc baxışlara və sözlərə məruz qalan həmin o ofisiant qadının gördüyü işi, yəni çay hazırlayıb təqdim etməyi evdə öz həyat yoldaşı üçün edən qadınlar geridə qalmış və kölələşdirilmiş kimi göstərilir. Bu işlər təkcə ofisiantlıqla da məhdudlaşmır. Ofis şəraitində işləyib, özü də istəmədən mənəvi və fiziki təcavüzlərə məruz qalan minlərlə qadın var dünyada. Ən yaxşı halda isə bunlar kişilərdən dəfələrlə az məvacib qarşılığında kişilərlə eyni şəraitdə və eyni işləri görməyə məcbur qalırlar. Budur Qərb mədəniyyəti. Budur Qərbin qadınlara azadlıq şüarı altındakı əsl məqsədi.